Bu salam verməmək bidətini kim gətirdiysə Azərbaycana, qiyamət günü o cavab verəcək. Qardaşlar, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bəzən böyük günah sahibindən salamı kəsməyi, məqsəddə onu islah etməyi məqsədə uyğun görür və Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatına baxsaq görərik ki, bəzən böyük günah edən, bilərəkdən böyük günah edən sahabələrdən salamı kəsərdi ki, onlar özlərini islah etsin. Amma çox vaxt bilməyib günah edən sahabələrinə sadəcə olaraq nəsiyyət etməklə kifayətlənər və onlardan salamı kəsməzdi. Bundan da alimlər nə nəticə çıxarır? Nəticə çıxarırlar ki, o adam ki, bilərəkdən böyük günah edir, onu islah etmək məqsədi ilə ondan salamı kəsmək vacibdir ki, özünü düzəltsin. Əgər özünü düzəltməsə, onu ifşa etmək vacibdir ki, insanlar ondan, onun şərindən özlərini qorusunlar.